Hər vaxtınız xeyir, Realda intervyu vaxtıdır. Ənənəyə uyğun olaraq aprel ayının sonu, may ayının əvvəli Azərbaycanda avar-çəkmə üzrə Prezident Kuboku reqatası reallaşacaq. 2025-ci il üçün nəzərdə tutulan yarışa hazırlıq işlərini, əvvəlki illərdəki yarışlardan fərq və daha mühüm detalları studiyamızın bugünkü qonağı Azərbaycan Kanoe və Avar-çəkmə Federasiyasının mətbuat katibi Vüsal Qurbanovla müzakirə edəcəyik. Vüsal müəllim, xoş gördük sizi. Salam, hər vaxtınız xeyir Nazirə xanım. Sizi və Real tamaşaçılarını salamlayıram. Təşəkkür edirik biz də gəldiyiniz üçün. Əvvəlcə başlayaq hazırlıq işlərindən. Artıq çox az qalıb, sayılı günlər qalıb yarışın başlamağına. Vəziyyət hazırda necədir, hansı səviyyədədir? Avar-çəkmə üzrə ölkəmizdə təşkil olunan ən böyük beynəlxalq yarış hazırki vəziyyətdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Prezident Kuboku beynəlxalq reqatasıdır. Bu çox məsuliyyətli bir yarışdır və federasiya olaraq da biz bu məsuliyyəti dərk edirik. Hazırlıqları təbii ki, son günlərə saxlamırıq. Biz bir neçə ay əvvəldən artıq hazırlıq prosesinə başlanılıb və bugün demək olar ki, bütün hazırlıq prosesi yekunlaşıb. Bütün su hövzələrimiz yarışa hazırdır, idmançılarımız hazırdır, federasiya olaraq biz hazırıq və gələcək qonaqlar, komandaların siyahısı da artıq bəllidir. 20-dən çox ölkə iştirak edəcək bu dəfəki reqatada və 200-dən artıq idmançı mübarizə aparacaq. Bu, həm ötən illərlə müqayisədə rekord göstəricidir, həm də bu il 3 qitədən Avropa, Asiya və Afrikadan ölkələr iştirak edəcək. Məsələn, Cənubi Afrika Respublikası ilk dəfədir ki, Prezident Kuboku reqatasında iştirak edəcək. Təbii ki, bunun məntiqi nəticələri var. Ardıcıl artıq Azərbaycan Kanoe və Avar-çəkmə Federasiyası adından təşkil olunan Prezident Kuboku beynəlxalq reqatası ardıcıl 3-cü dəfədir ki, Avropa Kanoe Assosiasiyasının rəsmi təqvim planına daxil edilib və bu deməkdir ki, artıq beynəlxalq səviyyədə bizim reqatamız beynəlxalq yarış kimi qəbul olunub. Bu da ötən yarışların təşkilatçılığının yüksək səviyyədə olması, qonaqların qarşılanması, onların həm idman mübarizəsində rahatlığı, həm də bir qonaq kimi rahat olması buna rəvac verib ki, bu il artıq idmançı sayımız və ölkə sayımız da çoxdur. Vüsal müəllim, yarış günlərini bir-bir müzakirə edəcək, harada necə olacaq. Əvvəlcə yarış qabağı aprelin 28-də Füzuli sakinləri üçün sizin bir planınız var, federasiyanın bir planı var. Bu barədə istəyirəm danışaq. Füzulidə sakinləri ümumiyyətlə idman ictimaiyyətini, idman sevərləri nə gözləyir? Azərbaycan Kanoe və Avar-çəkmə Federasiyası işğaldan azad olunmuş ərazilərimizdə, Qarabağda, doğma torpağımızda ilk böyük tərkibli idman tədbiri və ilk beynəlxalq yarış təşkil edən federasiyadır. Bu bizim üçün qürur vericidir həqiqətən. Çünki bilirsiniz, ümummilli lider Heydər Əliyevin 99-cu il dönümünə həsr edilən Prezident Kuboku reqatası Suqovuşanda start götürmüşdü. Və ötən il Mingəçevir reqatası oktyabrda, məhz Füzuli günündə, oktyabrın 17-sində Füzulidə start götürdü. Yarışların açılış mərasimi, komandaların rəsmi paradı və ilk yarış günü baş tutdu. Bu çox gözəl haldır. Çünki biz bugün Qarabağdayıq, biz bugün Qarabağda yaşayırıq, Qarabağı köçürük və hətta orada beynəlxalq yarışlar təşkil edirik. Bu Azərbaycan xalqı üçün, bu federasiya olaraq bizim üçün də çox böyük şərəfdir və çox böyük qürur hissi duyuruq ki, ötən ilin yekunları ilə bağlı tədbirdə Cənab Prezident, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev Füzulidə təşkil edilən yarışı xüsusi qeyd etdi. Qürur verici haldır və məsuliyyəti daha da artırır. Ona görə də biz bu ənənəni hər zaman davam etdirməyə çalışırıq və davam etdirəcək də. Bu ildə Prezident Kuboku reqatası çərçivəsində Füzuli sakinləri üçün xüsusi tədbir nəzərdə tutulub. Aprel ayının 28-də bu tədbirdə Füzuli sakinləri Suqovuşan su anbarında avar-çəkənlərin nümunəvi çıxışlarını, müxtəlif şou proqramları, uşaq və yeniyetmələr üçün həvəsləndirici viktorinalar təşkil olunacaq. Eyni zamanda su üzərində şoular izləyəcəklər. Düşünürəm ki, yadda qalan bir hadisə olacaq. Əlbəttə, bunun üçün biz öncədən təbliğat işləri də görürük. Artıq sosial şəbəkələrdə bununla bağlı anonslarımız, çarxlarımız yer alıb. Həmçinin aprelin 27-sində Füzulidə yeni salınan şəhərcikdə sakinlərlə görüş olacaq. Onlarla təbliğat xarakterli söhbətlər olacaq, broşurlar paylanacaq və onu qeyd edeyim ki, ilk dəfə olaraq Qarabağda, Qarabağa köç edən sakinlər üçün, Füzuli sakinləri üçün avar-çəkmə qayıqlarında özünü sınamaq imkanı yaradılacaq. Həvəskarlar üçün qayıqlarda həvəsi olan uşaq yeniyetmələr, hətta böyüklər də ola bilər, o qayıqlarda özlərini sınayacaqlar. Bu isə onun başlanğıcıdır ki, bizim federasiya olaraq əsas planlarımızdan biri gələcəkdə ölkəmizdə uyğun su hövzələrində avar-çəkmə məşqlərini və yaxud yarışları təşkil etməkdir, coğrafiyanı genişləndirməkdir. Göndələnçay su anbarı da avar-çəkmək üçün əlverişli bir
su hövzəsidir və gələcək planlarımızda orada da təlim məşq toplanışları təşkil etməyi planlaşdırırıq və bu təbliğatın da bir növ gələcək layihədir ki, gələcəkdə Füzulidə yaşayan yeniyetmələr, gənclər avar çəkməyə cəlb olunsunlar və avar çəkməklə məşğul olsunlar. Və bu artıq ildə bir gün yox, bir neçə gün olmağa davam edəcək. Şəhərin özündə də müxtəlif tədbirlər yəqin ki, planlaşdırırsınız. Qayıdaq reqataya, günlər barədə artıq 29-unda açılış mərasimi olacaq və növbəti günlər nə olacaq? 29 aprel Mingəçevirdə Heydər Əliyev prospektində Milli lider Heydər Əliyevin 102-ci il dönümünə həsr olunan Prezident Kuboku 2025 beynəlxalq reqatasının rəsmi paradı və komandaların ictimaiyyətə təqdimatı olacaq. Bu artıq ənənə halını alıb, Prezident Kuboku yarışlarından bir gün öncə biz rəsmi parad təşkil edirik. Mingəçevir sakinləri bu parada böyük maraq göstərirlər. İdmançılarımızı tək qoymurlar, federasiyanı tək qoymurlar. Bunun üçün biz Mingəçevir sakinlərinə də təşəkkürümüzü bildiririk və hər zamanki kimi əraziyə giriş sərbəstdir. Biz onlardan da istəyirik ki, gəlsinlər, bu rəngarəng görüntülərə şahid olsunlar. Çünki parad özü də bir maraqlı keçir və həm idmançıların keçidi, həm parad rəsmiləşəndən, yekunlaşandan sonra orada bir qısa müddətli bir maraqlı idmançıların hər ölkənin özünə uyğun rəqsləri olur və milli musiqi çalarları altında bizim koreografların rəqsləri olur, çox maraqlı anlar yaşanır, hər kəs dəvətlidir. Növbəti gündə isə artıq biz su qovşana qaydırıq, tarix yazılan torpağımıza qaydırıq. Su qovşanda bildiyiniz kimi avar çəkmə yarışlarını, avar çəkənlərin təlim məşq toplanışını bir neçə il əvvəl cənab Prezident İlham Əliyev və Mehriban xanım şəxsən izləmişdi. Bu çox gözəl görüntülər idi və biz yenidən o tarix yazılan torpağa qaydırıq. Prezident Kuboku beynəlxalq reqatasının rəsmi açılış mərasimi aprelin 30-da saat 11-dən etibarən Suqovuşan su anbarında baş tutacaq. Rəsmi hissədən sonra yenə də su üzərində şoular, avar çəkənlərin nümunəvi keçidləri baş tutacaq. Daha sonra isə yarışlarımıza start ediləcək. Bu yarışlar 200 metr məsafəyə nəzərdə tutulub, kayak və kanoe üzrə və Prezident Kuboku 2025-in ilk qalibləri də məhz Suqovuşanda müəyyənləşəcək və bildiyiniz kimi artıq Suqovuşan qəsəbəsinə də sakinlər köç edib doğma yurda 100-dən artıq ailə köçüb yaşayır. Bu çox xoşdur, həqiqətən də fərəh hissidir və bütün Suqovuşan sakinlərini biz reqatamıza baxmaq üçün dəvət edirik. Onlar üçün orada maraqlı yenə viktorinalar, əyləncə proqramları nəzərdə tutulub. Təbii ki, idmançılar üçün, idmançıları qalibiyyətə səsləyən, onlar üçün stimul olan ən böyük qüvvə də, dəstək də məhz azarkeş dəstəyidir və onların istəyərdik ki, gəlsinlər, idmançılarımıza dəstək olsunlar, ən çox medalı onların dəstəyi sayəsində bizim idmançılar qazansın. Üzr istəyirəm, elə bu məqamda Füzulini də vurğulamaq lazımdır ki, oradakı sakinlər üçün də bu məhz sakinlər üçün nəzərdə tutulub və onların da dəstəyi oraya gəlməyi çox vacibdir. Yəni o ab-havanı yaratmaq üçün azarkeş sakinlərin gəlib izləməyi çox vacibdir. Yəni bu sakinlər üçün görülür. Bəli, ötən oktyabrda təşkil olunan Mingəçevir reqatasında da Füzuli sakinləri gəlmişlər və çox maraqlı bir yarış keçdi. Maraqlı yarışın şahidi oldular. Eyni zamanda Suqovuşanda da inanırıq ki, tamaşaçılar bizi tək qoymayacaqlar və Mingəçevirdə təbii olaraq Mingəçevir avar çəkmənin ölkəmizdə vətəni sayılır. Kür Olimpiya Tədris İdman Mərkəzinin çox böyük tarixi var. Burada həm təlim məşq toplanışına xarici ölkələrdən gəlirlər. Bugünün özündə də bir neçə ölkə orada təlim məşq toplanışlarını davam etdirir və Mingəçevir sakinləri də növbəti günlərdə bizimlə birlikdədirlər və idmançılarımıza dəstəkdirlər. Reqatanın növbəti günləri də son 2 gündə Mingəçevirdə olacaq. Bəli, 1-2 may tarixlərində Prezident Kuboku reqatası Mingəçevirdə davam edəcək. Burada isə bütün növlər üzrə həm kayak, kanoe və akademik növ üzrə 200, 500, 1000 və 1500 metr məsafədə yarışlar keçiriləcək. Kür Olimpiya Tədris İdman Mərkəzi bu baza bütün məsafələrdə yarışların keçirilməsi üçün uyğundur, beynəlxalq standartlara cavab verir. Mayın 2-si isə artıq axşam saatlarında kubok sahiblərinə təqdim olunacaq, həm kayak və kanoe üzrə, həm akademik növ üzrə və tamaşaçıları yenə də möhtəşəm bir bağlanış mərasimi gözləyir. Bağlanış mərasimində müxtəlif rəqs nümunələri, musiqi nömrələri, eyni zamanda yenə biz tanınmış bir müğənnini dəvət edəcəyik ənənə üzrə, amma bu son günlərdə açıqlayacaq. Bu da bir sürpriz olsun tamaşaçılar üçün. Unuduram ki, həqiqətən də yadda qalan, unudulmaz xatirəyə çevriləcək bir axşam olacaq və reqatamıza böyük bir atəşfəşanlıqla yekun vurulacaq. Reqatamızın xarici qonaqları da var. Onlar haqqında da məlumat verməni istəyirsinizsə. Deməli, biz bilirsiniz ki, ötən ildə
COP29 çərçivəsində Bakıya müxtəlif beynəlxalq federasiyaların rəhbərləri təşrif buyurmuşlar. Eyni zamanda həm beynəlxalq Kanoe Federasiyasının, həm Avarçəkmə Federasiyasının prezidentləri ölkəmizdə səfərdə olublar. Bu dəfə Avropa Kanoe Assosiasiyasının prezidenti Jean Zongrana'nın gəlişi artıq təsdiqlənib. Bu yarışla bağlı eyni zamanda Avropa Kanoe Assosiasiyasının təşkilati məsələləri üzrə nümayəndəsi gələcək Azərbaycana. Bu isə bizim yarış təşkilatçılığımızı bir daha yoxlamaqdır. Biz özümüzdən arxayınıq ki, yarışlar yüksək səviyyədə olacaq. Amma bunun bir səbəbi var. Səbəbi isə odur ki, bildiyiniz kimi oktyabrda MDB oyunları olacaq və bu oyunlar çərçivəsində avarçəkmə yarışları Mingəçevirdə təşkil olunacaq və həmçinin federasiyamızın qarşıda böyük planları var. Çünki hazırda keçirdiyimiz yarışlar avarçəkmə üzrə Prezident Kuboku və Mingəçevir reqatasıdır. Və biz planlaşdırılıq namizədliyimizi irəli sürmüşük ki, qarşıdakı 2025, 26 və yaxud 27-ci illərdə Avropa və dünya çempionatlarını Azərbaycanda təşkil edək. Bəs bununla bağlı ilkin rəy necədir? İlkin rəy təbii ki, xoşdur, xarici federasiyalar tərəfindən yaxşıdır ki, namizədliyimizi birincisi qəbul ediblər. İkincisi, bir neçə il öncə biz təşkil etdiyimiz beynəlxalq reqatalarda 4 ölkə, 5 ölkə, 6 ölkə iştirak edirdisə, bu il 20-dən çox ölkə iştirak edib. Həmçinin beynəlxalq Kanoe Federasiyasının, həm Avarçəkmə Federasiyasının diqqəti artıq buradadır. Onlar bir neçə dəfə olublar. Həm Suqovuşanda təşkil olunan yarışlar, həm də Mingəçevirdə keçirilən yarışlar barədə xoş rəy bildiriblər. Bəs yeni bazaların formalaşdırılması prosesi necə gedir? Məsələn, Köndələnçay da artıq potensial baza rolunu oynaya bilər. Başqa? Köndələnçay və Suqovuşan su anbarı avarçəkmə üçün uyğun su hövzələri hesab edilir. Bunun üçün də bizim təbliğat aparmağımızın əsas səbəbləri planlı şəkillədir ki, gələcəkdə orada əhali çoxaldıqca, yeniyetmə və uşaqların sayı orada çoxaldıqca biz artıq orada təlim məşqlər keçməyə başlayacağıq. Kiçik bir baza kimi formalaşdırıb uşaqlar üçün məşqlər keçməyə planlaşdırırıq və bu layihə yaxın gələcəkdə bütün Azərbaycanın uyğun su hövzələrini əhatə etməsi planlaşdırılır. Çünki nə qədər çox idmançı avarçəkmə ilə məşğul olarsa, gələcəkdə də onlar arasından güclü, potensialı olan milli komanda formalaşdırmaq daha asan olacaq. Amma avarçəkmə spesifik bir idman növüdür. Düzdür, qapalı şəraitdə də avarçəkmə məşqləri olur, amma əyani şəkildə su üzərində üzmək bir başqadır. Yəni bunun üçün hər yerdə yox, su hövzələri olan yerlərdə və bu su hövzələrinə də peşəkarlar tərəfindən baxış keçirilir ki, həmin su hövzələri avarçəkmə üçün uyğundurmu? Təmizlik önəmlidir, suyun uzunluğu önəmlidir, dərinliyi önəmlidir və s. Mən bildiyim qədərilə külək və digər... Bəli, külək olan yağışın bir o qədər maneəsi yoxdur. Təbii ki, leysan yağmasa, amma külək biraz çox olarsa, çünki tarazlıq bilirsiniz, qayıqların eni və uzunu var, tarazlıq saxlamaq üçün külək mane ola bilər. O səbəbdən də yəni baxışlar keçirilir. Yəqin bizim idmançılarımız da qatılacaqlar reqataya, Mingəçevirdə. Ümumiyyətlə, onların vəziyyəti necədir? Həm reqata üçün necə gözləntilər var onlardan, həm də ümumiyyətlə gənclərimizdən, yeniyetmələrimizdən avarçəkmədə gözləntilər necədir, vəziyyət necədir? Bizim yeniyetmə və gənclərdən ibarət komandamız ötən illərə nisbətən daha güclüdür. Bu da məntiqidir, çünki pandemiyadan çıxmışdı və uşaqlar yeni-yeni cəlb olunurdu. İlk yarışlarımızda bir ay, 2 ay məşğul olan uşaqları da cəlb edirdik, əldə olan şəraitə uyğun olaraq. Bu dəfə isə daha təcrübəli idmançılar iştirak edəcəklər. İdmançılarımıza ümidlərimiz böyükdür və ümid edirik və güvənirik onlara ki, çox yaxşı nəticə göstərəcəklər. Məsələn, ötən ilki həm Prezident Kuboku reqatasında, həm Mingəçevir reqatasında idmançılarımız bəzən ya kayak kanoe üzrə, ya akademik üzrə kuboka sahib olurdular və yaxud ola bilmirdi. Bu idman mübarizəsi də ola bilər. Məğlubiyyət də var, qalibiyyət də var. Amma sonuncu Mingəçevir reqatasında ümumkomanda hesabında Azərbaycan komandası ən çox medal qazanan və əyarına görə də ən yüksək medal qazanan komanda oldu. Həm akademik avarçəkmə üzrə, həm də kayak və kanoe üzrə kuboka sahib oldular. İdmançılarımızdan yenə uğur gözləyirik, yenə onlara inanırıq. Aralarında perspektivli, gələcəyi parlaq olan, artıq böyük yaş kateqoriyasında dünya və Avropada özünü göstərə biləcək idmançılarımız var. Ümid edirik ki, medal sayımız, titulumuz çox olacaq, fəxri kürsüdə bizim idmançılarımız daha çox yer tutanlardan olacaq. Biz də ümid edirik idmançılara da, bu böyük təşkilatçılıqda, federasiyaya da uğurlar arzulayırıq. Çox sağ olun. Təşəkkürlər, var olun.